Salam dəyərli izləyicilərimiz. Baxalım birinci sualın izahına. Deyir, proqram 10-100 parçasında olan hər bir tam ədəd üçün icra edilərsə neçə dəfə çap əmri icra olunar? Biz burada mümkün dövrlərimizin sayını tapsaq, 100 çıxaq 10, üstə gələk 1, 91 dəfə biz bu proqramın kodu yoxlayası olsaq, enin bu qiymətlərində 10 və 100 aralığında 91 dəfə yoxlayası olsaq, sadəcə olaraq burada if-də baxaq, görək bu if-də nə vaxtı şərt ödənər ki, biz bu həmin ifin gövdəsindəki if-də şərt ödənsin və həmin bu printdəki no çapa getsin. Bizdə çapların sayını soruşur. Bu aralıq mənim üçün baxıram ki, hamısı ənddir. Əndə görə mütləq şərtdir ki, bura baxaq. Bu cüt ədəd üzün keçərlidir. Burada enin daxil ola biləcək aralıq, enin daxil ola biləcəyi aralıq 30-dan başlayacaq və bir də 68-də dayanacaq. 30 və 68 aralığında 2-yə bölünəcək cüt ədədlərimiz hansılardır? 30 və 68 aralığında cüt ədədlərimiz hansılardır? 68 çıxaq 30 bölək 2. Mən cüt ədədlərimizin sayını tapacağım. Üstə gələk 1 yazmalıyam. Bu eləyəcək mənim üçün 8, 38 bölək 2, üstə gələk 1. 20 dənə halımız mümkündür. 20 dənə halımız mümkündür burada. Sadəcə olaraq bu 20 dəfə burada, bax, burada şərt yoxlanacaq. Nə vaxt 20 dəfə yoxlanacaq? Həmin bunların içərisində 3-ə bölünəndə. 38 ilə biz 60-68 arasında 3-ə bölünənlərin sayını tapmalıyıq. Bu eləyəcək mənim üçün, məsəl üçün 3-ə bölünəcək 30, 33-ə bölünə bilər. Sonra cüt ədədlərin içərisində 36 3-ə bölünə bilər. Bax, bu şərt də mütləq şərtdir ki, həm 3-ə, həm 2-ə bölünənlər götürdükdə bu 6-ya bölünənləri biz götürməliyik. Sonra bu 42 ola bilər. Sonra 3-ə bölünən, 2-yə bölünən bu 48 ola bilər. Sonra bu 54 ola bilər. Bu həm 3-ə, həm 8-ə 60 ola bilər. Bir də 66, həm 3-ə, həm də 6-ya bölünənlər ola bilər. 68 keçmirik. Burada ifin içərisindəki if 1, 2, 3, 4, 5, 6, 7 dəfə burada ödənəcək. 20 dəfə bax burada ifdə 20 dəfə burada şərt ödənəcək. Sadəcə olaraq bunun 7-si, yəni 3-ə bölünənlər 30, 36, 42, 48, 54, 60, 66 olacaq. 7 dəfə burada baş verəcək. 91 dənə halımız mümkün idi. Həmin o 91-dən mən çıxaram 20-sini, bərabər eləyər mənim üçün 71-ə. 71 dəfə isə bax burada baş verəcək. 71 dəfə isə print yes deyəcək. 7 dəfə isə print no deyəcək. 71 üstə gələk olacaq 7. O da bərabərdir 78 dəfə çap əmri icra olunacaq. Doğru cavabımız oldu B variantı. Sağ olun. Növbəti video dərsdə görüşmək ümidi ilə.